Əcəmi metro stansiyası ətrafındayıq. Burada da dairənin içərisi üstünlüyə malikdir. Görürsən, ağacın yanında gizlənib dairə nişanı. Yanında dönmə nişanı. Gəl, yoxdur da dairə, sür, ləngimə. Ay, sağ ol. İndi fırlan dairəyə. Dön, çox geniş götürdün. Sağının yanında çıx. Ay, sağ ol. İndi isə 3-cü mikron dairəsinə bu istiqamətən daxil olacağıq. Bayaq 20 yanvar arasından gəldik, düşdük o tərəfə, yəni dairəyə. İndi isə Əcəmi istiqamətən daxil olacaq dairəyə. Sağının yanına geç, sağına. Biraz düzəlt. Buna sağdan ötmə əməliyyatı deyilir. Normalda qanunla sağdan ötmək qadağandır. Amma və lakin nəqliyyat vasitəsi sol dönmüşdən yanılır, sola manevraya başlayırsa biz onu sağdan ötə bilərik. Dairəyə girib düz gedəcəyik. Düz elə bir ki, köhnə avtovuzal istiqaməti var. Əsas girişi o tərəfə. Yeni gələn dostlar, xoş gəlmişsiniz. Hər birini salamlayıram. İndi maksimum diqqətli olacağıq. Dairəvi olacaq nişan gördün mü? Sağında maşın var, diqqətli ol. Təkcə soldan ibarət deyil, qarşıya da bax, sağına da bax, soluna da bax. İndi yanında dönmüşünü. Biraz da qarşıya gözləyəcəksən onu. Məqam tapsa sürəcək, hələ məqam yoxdur, tələsmə. Bax, indi məqamım var, əhsən sənə, davam edə. Əhsən. Bax, bu istiqamətə gedəcəyik. Gəl. Sağını yanına qoy. Yandırırsan sağını. Buradan dönər bizi vurar. Bax görsən, baba bu sürücü gördün neynədir? Hiss elədim ha, mən intüziyəmdir ki, o bizi dönər vurar. Dairənin gör harasından döndü sola, kənar sağ zonundan döndü sola və dairədən çıxmaq istəyənlərə imkan vermədi. Ona görə də biz də neynəməliyik? Biz də kənar sağ zola tutmalıyıq ki, bu kimi hallar olmasın. Başlayın. Biz dönmüşlüğümüzü yandıq, o bizə şərait yaratmadı. Ona görə mən dedim ki, onu bırak ki, o keçsin, o bizi vurmasın. Biz də kənar sağ zola çıxaq. Ona görə də dairəvi yol ayrıcan çıxarkən kənar sağ zolaqdan çıxmaq lazımdır. Yadda qalar. Bu sənin üçün yaxşı bir təcrübə oldu. Artıq bildin ki, dairədən eyləmək lazımdır. Biz dəfələrlə dairələrə daxil olmuşuq səninlə, amma hər dəfə bir fərqli situasiyalara düşürük. Hər biri bir təcrübədir sənin üçün. Uğurlar olsun, Fuad.